Salamlar herkese dostlar. Bugün sizinle bütün sırf bu videoya göre yığdığım datanı paylaşmak istəyirəm. Yəni götürdüyüm tradeləri, outcome'ları necə olmuşdu və nə qədər error götürmüşəm və niyə girdiyimi hamısını göstərəcəm. Yəni bu sadəcə kiçik bir datadır. Əslində burada 66 dənə trade var. Qısa müddət ərzində aprelin 24-dən mayın 15-nə kimi, yəni 3 həftəlik datadır, təxminən 1 aylıq. Sadəcə sırf bu videoya görə, yəni mən bundan böyükdür datam əslində, bir 300-400 trade var. Bunu sadəcə sırf yəni ki videoya görə hazırladım. Bu strategiyam haqqında da, yəni kanalımda elə ilk video o haqqdadır. Yəni çəkmişəm ki, maraqlı olsa girib baxa bilərsiniz. Başlayaq ilk tradedən. İlk öncə göstərim. Aprelin 24-də Asiya sessiyası ulduruşlu bağlanıb, error plus 1 error. Bugünün point of controlundan reaksiyaya görə girmişəm. Yəni reversal kimi sayılır bu. Demək qiymət denəyib, qiymət fırlanıb, consolidation eləyib. Yəni Asiya ilə də güclü sayılmır, amma yəni Asiyada trade götürmək olar. Overnight volume hər aydan reaksiya göstərib, düşüb. Bugünün point of controluna gəlib. Yəni gördüyünüz kimi buradan güclü reaksiya göstərib. Burada nə etmişəm? Həmin bu reaksiyadan birin birə, stopun biraz onun altında, point of controlun biraz altında. Take profitimdəki həmin bu aktual sessiyanın volume high-na kimi. Birin birə. İkinci tradedə yenə Asiyada bu uduşda olmayıb, loss olub, mənfi bir error. Yenə bugünün point of controlundan reaksiya. Amma gördüyünüz kimi gəlib, reaksiya göstərib. Amma burada əslində girməyim elə düzgün deyildi, çünki volume high var idi. Sadəcə biaslarım bullshit həmin gün üçün, yəni long baxmaq mənə daha sərf eləyirdi, amma gördüyünüz kimi gəlib, reaksiyanı göstərib, amma davam eləməyib. Volume high-dan reaksiya, volume high-yanı qırıb keçə bilməyib. Bunu normalda əslində götürməməliydim. Az ehtimallı sayılır, amma yenə də sırf dataya görə toplamışam. Yəni bu az ehtimallı tradelərdən sayılır. Üçüncü də eyni qaydada dünənin volume high-dan short reaksiya göstərib, yenə loss. Gəlib, reaksiya göstərib, yəni normal tradedir. Bu trade 100% götürmək olar. Sadəcə davam eləməyib. Biraz reaksiya göstərib, amma tam davam eləməyib deyə. Yəni normal tradedir, normal stopdur. Yəni burada demək olmaz az ehtimallıdır. Yəni bu mənim çox ehtimallı tradelərimdən sayılır. Dördüncü trade keçək. Bu da Asiya sessiyası plus bir error. Dünənin volume high-nı retest eləyib və oradan long girmişəm və gördüyünüz kimi qırıb. Buradan girə bilmədim məsəl üçün. Reversal. Reversal axtarmadım. Gördüm qırdı həmin ərazini. Bura gəlib retest eləyəndən sonra gördüm qiymət reaksiya göstərir deyə. Buradan birin birə long girdim. Yəni bu da yaxşı trade sayılır. Böyük ehtimallı tradelərimdən sayılır. Yəni hər iki trade düz idi. Buradan da short girmək düz idi. Çünki reaksiya var. Yəni gələn kimi buradan belə güclü reaksiya göstərib. Long girməkdəki eyni qaydada. Asiya sessiyası yenə deyirəm, reaksiyalar o qədər təmiz olmur. New York qat-qat daha yaxşıdır Asiyadan. Asiyanın win rate məndə daha azdır. Amma yenə də baxmaq olar. Yenə eyni qaydada. Dünənin volume high-la long. Yenə qiymət gördüyünüz kimi düşdü. Reaksiyanı göstərdi. Artıq mən buradan girdim. Burada nə qədər? Yenə birin birə rejdən götürdüm. Loss olub bu. Bugünün volume high-la retest eləyib. Baxaq. Buradan düşüb. Yəni gördüyünüz kimi buradan yavaş-yavaş reaksiya göstərib. Yəni bu birin birə bağlasaydım, yəni
Bunun birin-birə bir hissəsini bağlamışdım. Qalanındakı sessiyanın ən yüksək hissəsinə kimi saxlamışdım. Yəni buranı da target kimi götürmək olar. Burada 1-5-ədir yəqin. 1.5-ə. Amma gördüyünüz kimi indi qalxıb, amma yəni lazımi qədər momentum ala bilməyib. Bu da loss. Yenə bir dənə də loss. Bugün volume hər yayından. Qiymət düşüb. Buranı qırıb. Mən buradan short'a baxmaq istəmişəm. Çünki gəlib təzən retest eləyib. Bu əslində break-even idi. Amma loss kimi qəbul elədim. Çünki tam take profitə çatmayıb. Amma take profitə Asiyada görsəz ki, baxın 1-2 tik qalıbsa, Asiyada olur arada elə şeylər ki, tam getmir. Bir də görürsünüz profit targetinizə getmir. Ən yaxşısı özünüzü safe saxlayıb sadəcə atın break-evenə. Ki, yəni o qədər də riskiniz böyük olmasın. 24 aprel Asiyadan bu qədər. 4 win, 4 loss, 3 dənə də 2 win. Gördüyünüz kimi Asiyan win rate həmin gün aşağı olub. New York bugünün volume area low-undan reaksiya da reversal kimi sayılıb. Win. Gördüyünüz kimi qiymət gəlib düşüb neçə dəfə. Baxın, 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə görürsünüz, qalxa bilməyib. Neyib düşə bilməyib buradan aşağı. Düşə bilməyib. Buradan birin-birə götürmək olar. Burada girmişəm, biraz bunun altında. Targetimdəki birin-birə. Sadəcə qiymət belə price action çox pis idi. Amma bu normalda, yəni bura point of control kimi buradan reaksiya almasaydı, bu həftəlik səviyyədən reaksiya almasaydı, biraz da qaldırmaq olardı. Sadəcə bu gün belə gün idi deyə birin-birə sadəcə götürmüşəm. 9-cu trade, yenə win 1, görürsünüz 2 dənə səviyyədən reaksiya alıb. Bu mən böyük ehtimallı tradelərimdən sayılır. Baxın, gördüyünüz kimi qiymət gəlib düşüb. Buradan altına qıra bilməyib. Görürsünüz neçə dəfə wick atıb. Bu wick atandan sonra mən buradan 1-in 2-yə, bugünün volume area low-una kimi bir trade götürmüşəm. Burada win error səhv yazmışam, amma 1-in 5-ə idi təxminən. 1-in 5-ə, 1-in 2-yə. 10-cu trade bugünün volume area low-undan reaksiya. Gördüyünüz kimi qiymət qalxıb. Mən buradan long girmişdim. Məsələn, görürsünüz, bura qalxdı. Amma buradan qalxan kimi reaksiya verdi. Nor yaxşı qıra bilmədi. Həmin o yerdə 2 dəfə gəlib, oradan lap üstə qalxa bilməyib. Qiymət düşüb deyərlər, buradan bu wickləri görən kimi buradan short'a baxdım birin-birə. Amma profit targeti bura kimi uzatmaq olardı. Çünki ən yaxın səviyyələr bu səviyyədir. 11-ci trade yenə 2 dənə səviyyədən reversal. Baxın, gəldi. Bircə dənə wick atıb. Bircə dənə wick atıb, reaksiyonu göstərdi. Həfsə girdim. Stop biraz onun altına. Bugün volume area low-una kimidəki profit target bu qədər sadə. Gəldi, reaksiyasını göstərdi. Girdim, çıxdım. Всё. Başqa heç nə. 13-cü trade break even bugünün volume area low-undan reaksiya göstərib. Gördüyünüz kimi qiymət gəlib reaksiya göstərib, amma burada belə consolidation eləyib deyə bunu mən artıq saxlamağım mənası yoxdur. Yəni qiymət bura da gedə bilər, bura da gedə bilər. Mən artıq bunu dəqiq bilmirəm deyə hələ break even-də bağlamışam trade-i. Bunun mənası yoxdur gözləməyin. Belə olanda ən yaxşısı çıxmaqdır. 14-cü trade -1 loss olub. 2 dənə səviyyədən reaksiya alıb. Yenə birdən baxaq. Bu da böyük ehtimallı tradeimdir. Qiymət gəlib gördüyünüz kimi reaksiya göstərib. Yenə gəlib reaksiya göstərib. Artıq mən buradan girmişəm, amma gördüyünüz kimi o reaksiya yetərincə olmayıb. Qiymət gəlib, amma o həmin o mənə lazım olan profit targetimə getməyib. Ona görə lossla bağlanıb. 15-ci trade win. Yenə 2 dənə səviyyədən reaksiya. Gördüyünüz kimi qiymət gəlir düşür.
Artıq qalxanda mən buradan girmişəm 1-in 1-ə normal trade. Yəni bu səviyyələrdən bir neçə dəfə girmək olar. Bunun problemi yoxdur. 16-cı trade bu da win, reaksiya. Bugünün point of controlundan continuation kimi qiymət qalxıb, düşüb, point of controlda fırlanıb, amma görürsünüz altını qıra bilməyib. Üstə qalxıb, amma altını qıra bilməyib. Qıra bilmədiyinə görə elə buradan point of controldan long kimi götürmüşəm. 17-ci trade, bu da win Asiya sessiyasında olub. Bugünün volume area high-ından gördüyünüz kimi qiymət gəlib düşür, amma reaksiya göstərir oradan. Buradan tez belə 1-in 5-ə trade götürmək olar. Yəni qəşəng reaksiya olsa. Yəni bugünün səviyyələrində saymaq olar. Yəni bugünün səviyyələrdə yaxşı reaksiya verirsə, onların da ehtimalı böyüdür. 18-ci trade bugünün volume area high-ından bunu desən göstərdim. Yox, göstərməmişəm. Dünənin volume area high-ından üzr istəyirəm. Qiymət qalxıb, qırıb, düşüb. Artıq bura görürsünüz 1-2 dənə tik var. Sadəcə düşüb, oradan da ki gözəl bir reaksiya göstərib. Yəni likvidlik az olur Asiya sessiyasında. Amma ümumi olaraq win rate o qədər New York qədər yüksək olmasa da yenə də yəni tradelər götürmək olar. Düşüb reaksiya göstərib long girmişəm. 19 göstərdim. Yox, göstərmədim. 19 da win olub, plus 1. Gəlib qırıb, qayıdıb, reaksiya göstərib girmişəm. Bu qədər sadə. Tutalım qırdı, qayıtdı, retest elədi, girdim, 1-in 1-ə, vəsə. Bu qədər sadə. Və yaxud gəldi, buradan reaksiya göstərdi, qalxdı, 1-in 1-ə götürdüm. Bu qədər sadə. Burada başqa heç nə eləyəcəyiniz yoxdur. Ya gəlir buradan reversal eləyir, qalxır, ya da əgər bu səviyyəni qırırsa, buradan böyük ehtimal yenə də davam eləyəcək. Yəni retest eləyib, reaksiya göstərirsə, yenə də qayıdacaq. Demək deyil, yəni hələ mən buradan qoyum, limit qoyum. Qiymət bura gələn kimi buradan reversal eləyəcək. Yox, elə şey yoxdur. Elə profitable ola bilmərsiniz bu strategiya ilə. Ki, hər səviyyəni mən vacib bir səviyyə kimi qəbul edeyim. Hər səviyyəni vacib səviyyə kimi qəbul eləmək olmaz. Çünki bu səviyyələr demək deyil ki, bura gələn kimi vəsəyə qiymət qalxacaq. Yox, elə şey yoxdur. Bu sadəcə sizə görünüş üçün, yəni deyir ki, belə səviyyələr var. O artıq sizin seçiminizdir ki, bu səviyyədən reaksiyanı siz necə qəbul edəcəksiniz? Bu reaksiyanı qırdı, qalxdı, reaksiya verdi aşağı doğru. Nə deməkdir? Yəni deməkdir ki, daha çox aşağı doğru gedəcək. Əgər buradan retestdən yenə reaksiya sellerlər bir şey göstərirlərsə, necə başa salım? Yəni satmaq fikirlərini yəni daha çox davam elətdirirlərsə, girmək olar. 20-ci trade dünənin volume area high-ından loss olub. Normal stopdur. Qiymət qırıb düşüb, qalxıb previous volume area high retest eləyib. O dəqiqədəki reaksiya göstərir. Mən də buradan girmişəm. Amma yetərincə olmayıb, yəni gördüyünüz kimi yetərincə olmuyor. Qiymət mənə gəlib stop eləyib. Yəni normal stopdur, çox normal stopdur. Yəni sadəcə bu datada bir dənə, 2 dənə stop demək deyil ki, strategiya işləmir. Və yaxud strategiyanı dəyişmək lazımdır. Dünənin volume area high-ından retest eləyib. Yenə eyni trade gəlib, yenə aşağı reaksiya göstərib, amma gördüyünüz kimi yenə gəlib stop eləyib. Yəni 1-in 1-ə gedir deyə bu əslində bunun break-even'ə də qoymaq olardı. Amma tam mən istədim buranı bugünün point of control'una kimi götürüm trade'imi. Keçək daha çox New York'a. New York'da daha gözəl trade'lər olur. Dünənin point of control'undan continuation demək qiymət düşüb, qalxıb, retest eləyib, yenə də davam eləyib. Gördüyünüz, yəni burada az error götürmüşəm. 0.hardadır o?
0.7. Gördüyünüz kimi, yəni belə olur ki, heç bilinmirədir. Çünki mənim bu boyda ərazim var üstdə. Ki, hansına ki, qiymət yenə gəlib, gələ bilər. Amma yəni sonra kimi gəlməyib, amma yenə də bunu götürmək normaldır. Belə 0.7. Win rate böyüdürsə, az errorla da götürmək olar. Gəlin bir dənə də loss-a baxaq. Overnight volume area low-dan reaksiya. Necə olub bu? Hə, bu da normal stopdur. Overnight volume area high-dan qalxıb, amma o dəqiqədəki reaksiya verib aşağı doğru. Point of control kimi. Mən də buradan 1-1-ə sadəcə girmək istəmişəm. Yəni bu qiymət səviyyələri bir-birinə yaxın idi. Aslında buradan elə də qəşəng deyil trade götürmək. Amma yenə də baxmaq olardı. Yəni bunun qarşısını nə cür salmaq olardı? Daha yaxşı trade baxmaq olardı. Bugünün point of controlundan daha gözəl reaksiya verdi məsəl üçün. Yenə stopa baxaq məsəl üçün. Burada overnight volume area low-dan reaksiya göstərib. Yenə qiymət qalxıb, reaksiya göstərib aşağı. Buradan sadəcə overnight'ın point of controluna kimi götürmüşdüm. Amma gördüyünüz kimi olmayıb, alınmayıb. Sunday Open'lara baxaq. Sunday hələ ki mən ən yaxşı burada olan win rate ən yüksək olanlarındandır. Bugünün point of controlundan long məsəl üçün 3.7 error. Qiymət düşüb, reaksiya göstərib, buradan girmişəm. Yəni şeyimdə, take profitimdəki geniş götürmüşdüm. Sonra 1.5 reaksiya dünənin volume area low-undan qiymət gəlib, güclü reaksiya göstərib. Buradan da ki, tərtəmiz gedib dünənin point of controllarına kimi. Yəni, mən bugünün point of controluna kimi qoymuşdum take profit, amma dünənin point of controllarına kimi də ki, gedirdi. Yəni, çox gözəl trade gəldi. Belə reaksiya baxım da nə? Hələ gəlir, burada consolidation edir. Hələ gəlir, buradan reaksiya göstərir də. Buna nə maraqlıdır? Qiymət dünən harda olub? Mənə volume profile tarix göstərir. Bu qiymətin tarixini göstərir. Qiymət nə vaxt nə eləyib? Dünənləri volume area low buradaydı. Gəlib. Yəni boş səbəbi volume area low olmayıb da, bugün də oldu o. Gəldi yenə. Reaksiya göstərdi, girdim. Bu qədər sadə. Bu qədər sadə. Başqa göstərəcəyim. 2.5 retest overnight volume area high-dan. Qiymət gəlib, qırıb. Burada qalıb, yəni gəlib retest eləyib. Buradan da ki short. Tərtəmiz short. Ümumi olaraq Asiya sessiyası, New York sessiyası, Sunday Open daxili olaraq win rate olur 70.3%. Average error 0.7. Average win-dəki 1.44. New York'a baxdıqda 71% win rate olub. Asiya sessiyası 61% win rate olub. Sunday Open hələlik 100% win rate-dədir. Amma ən aşağı ən pisi Asiya sessiyasıdır. Çünki liquidity az olur. Amma New York sessiyası superdir 71% errorla. Yəni bu qədər dostlar. Strategiya haqqında bu qədər. Yəni bacardığım qədər tradelər göstərdim sizə. Sadəcə video çox uzun olur. Yəni maraqlı olsa bunun ikinci hissəsini də çəkərəm. Daha çox tradelər göstərə bilərəm. Fikirlərinizi bölüşün. Hər hansısa bir sualınız varsa kimin yazın. Telegram hesabımda qoyacağam aşağıdan. Nə sualınız olsa mənə şəxsən yaza bilərsiniz. Bu qədər özünüzə yaxşı baxın, sağ olun.